Bizə belə bir maraqlı bir funksiya verilib. Funksiyanın demək fx bərabərdir x kvadratsa 2mx üstəgələ x minus m plus 1 olduğu verilib və funksiyanın artan olduğunun ən geniş aralığın 3-dən müsbət sonsuz olduğunu deyir. Biz bilirik ki, funksiyanın həmişə artan olması üçün mütləqdir ki, onun törəməsi sıfırdan həmişə böyük olsun və yaxud da böyük olduğu aralıqdan, sıfırdan böyük olduğu aralıqda və yaxud da törəməsinin sıfıra bərabər olduğu halda mümkündür. Ancaq sıfırların sayını saymaq mümkün olsun. Bu halda biz nə edirik? Öncə funksiyanın törəməsini tapırıq. Funksiyanın törəməsi 2x çıxılsın 2m üstə gəlinsin 1 böyükdür 0 olması lazımdır. 2x böyükdür 2m çıxılsın 1-dən və buradan da 2 hər tərəfi 2-yə bölsək birbaşa x böyükdür 2m çıxılsın 1 bölünsün 2 şəklində olur. Və buradan məsələnin şərtində gördüyümüz kimi bu ifadənin 3 olduğu məlumdur. Yəni 2m çıxılsın 1-in 3-ə bərabər olması lazımdır. Çünki bir ifadənin x-in bu ədəddən böyük olduğu bildirirsə bizə, demək ki, burada 3-ə bərabər olmalıdır. Və onda biz bunu 3-ə bərabər eləsək və hər tərəfi 2-yə vursaq, alırıq ki, 2m çıxılsın 1 bərabərdir 6-ya. Buradan isə alırıq ki, 2m bərabərdir 7 və m-imiz də bərabər olmuş olur 7 bölünsün 2. Deməli, doğru cavabımız burada E bəndi olmuş olur.